çox tələbkar olunur. Əslində çox şey tələb eləyirlər. Həm gözəl görünsün, həm dadlı olsun, həm necə deyim də, nəfis olsun, qoxusu olsun. Amma bunlarla getmir. Və biz əslində bədənimizdən də çox şey istəyirik. Baxırıq sosial mediaya, onun gözü belədir, bunun qaşı belədir. Filtr yaddan bunun çıxır. saçı belədir. Mən də belə olsun istəyirəm və özlərində bir yetərsizlik duyğusu yetişdirirlər. Bu yetərsizlik duyğusu panik ataklarına gətirib çıxardır, ruh hallarına gətirib çıxardır. Yəni bütün əsas özünlə bağlı olan məsələlərə yetərsizlik duyğusu orada sənə bir Yəni deyir ki, mən buradayam. İnsan özünü bir başqasından müqayisə eləməməlidir. Bilsiz, insan özünü bir öncəki özünlə sənlə müqayisə eləməlisən. Dünən nə yerdiydim, bugün nəyə öyrəndim? Sən özünü dünənki bilgilərindən, dünənki öyrəndiklərindən müqayisə eləsən, daha qabaqda olacaqsan. Bir başqasının, baxın bunu da qeyd eləmək istəyirəm, bu dünyada olan hər bir kəsin, yəni məqsəd boş yerə bu dünyada deyil. Çünki o seçilib yaranır bax Allah tərəfindən. Ona görə də hər bir insan, siz insanlar niyə görə xəstəliyə sığınıb yaşamağı sevirlər? Çünki öz həqiqətən də xəstəliyi var. Öz gerçək potensialını üzə çıxarmır axı bu insan. Onun bir potensialı var. Yeniciklə mənə bir pasiyent müraciət eləmişdi. İnanın ki, çox savadlı, çox tərbiyəli bir gəncdir da. Amma özündən razı deyil. Ya özündən, ya ailəsindən, imkan desən imkan. Hər şeydə deyirəm ki, sənin bir potensialın var. O potensialı ortaya çıxarmasan, sən heç bir zaman ortaya rahat olmayacaqsan. O potensialını tapmaq lazımdır, çıxarmaq. Çox duyğusal birisidir. Çıxartmaq lazımdır ortaya. Yəni o mümkünsüz deyil o potensialı insan. Hər birinin bir də insanlar özlərini bir başqasına məsəl üçün göstərməkdir. Məsəl üçün mənim potensialım bax budur, danışmaq. Mən uşaq vaxtı uşaq vaxtı nə ilə oynayırdınızsa, nə ilə məşğul idinizsə, sizin potensialınız orada gizlidir. Mənim bir müəlliməm var idi rayon yerində. Çox sevirdim mən onu. Gerçəklərdir. O nə elirdisə, bütün günü gəlirdim onu, yəni eyni kopyalayırdım da. yazılırdı. Eyni, bax bugünkü gündə mən özümə, yəni mən bugünkü gündə mən öz işimlə, məni bilirsiniz ki, müəlliməyəm mən. Ancaq ki, baxın mən burada özümü görürəm. Danışmaq. Mənim yəni bu gəlir, mən doğaçlama danışıram. Heç bir proqramım yoxdur əlimdə. Yəni bu mənim içimdən gəlir, danışıram. Ona görə də gerçəkdən neyiniz var idisə, nə ilə məşğul idinsə, onu ortaya çıxarmasan, insanın yəni məşğuliyyəti olmasa mümkün deyil. Onu çıxartmalısan ki, üzə sən özünlə xoşbəxt ola biləsən. İnsan xoşbəxt olanda da yaradanla daha bağlanır. Yaradanla münasibəti daha güclənir. Bir də insan gərək həyatdan ən böyük köməkçisi onun Allahıdır, yaradanıdır. Əgər yaradanla sənin bağın zəifdirsə, sən ona qırğınsansa, sən ona küskünsənsə, sən hər kəsdən dava-dalaş içərisində olacaqsan. Onunla aranı, bağlarını gücləndirməlisən. Şükrü dilinlə yox, bədəninlə etməlisən. Qidalanmaq bir şükürdür. Yəni, neynirsən? Allah verib də sənə. İnsan, həkimlər, neymətdir də. Həkim bir insanı yarada bilir, xeyr. Yarada bilir. Ona görə də o verilən bədənə verib sən də ona təşəkkür elə. Nəfəs texnikasını düzgün elə. Daha sonra isə bir zehin-bədən münasibəti qur, itmanını elə. O demək deyil ki, sən fitnesə getməlisən, fitnes zallarında ömür boyu qalmalısan. Evində elə. Öyrən proqramı, öyrən evində elə. Ehtiyac yoxdur ki, özdə ən gözəl huzur insanın rahat olduğu məkandır. Əlbəttə ki, gedə bilər idman zalına, ona xoşdursa. Getmə imkanın varsa gedə. Yoxdursa, yəni ehtiyac yoxdur.